Fərid Hacıyev saatına baxır və maçın start fitini səsləndirir. Görüşün baş hakimi, hər iki tərəfə uğurlar arzulayırıq, maraqlı qarşılaşma arzulayırıq və Rolyo ondan irəliyə Verdaşka istiqamətində Villegas ötürmə qapı qarşıda zərbə! Top qapının üstündən keçir Diogo Almeida. Təhlükəli alınır. Amma top qapıdan yan keçir Diogo Almeida'nın zərbəsindən sonra. Futbolçuların müvazinətini tez-tez itirmələrinə gətirib çıxarır. İdris zərbə endirəblərində. İdris İnqilablı! Qüvvətli zərbə! Yusif İmanov'dan qayıdır top. Topu oynadığını bildirir. Yao Moses, hakim isə təhlükəli oynadığını ifadə edir. Qanal futbolçuya. Ötürmə Juninho'dan qapı qarşısına. Birbaşa qapıya gedir top və Yusif İmanov. Məqsəd İsayev'dən ötürmə qapı qarşısına. Paço! Az qala top qapıdan keçəcəkdi. Quba arenada. Vətən müharibəsinin qəhrəmanları unudulmur. Məqsəd İsayev. Ötürmə. Rəhman Hacıyev cərimə meydançasında. Rəhman və top qapının yanından keçir. Toxunuş var son anda. Gəncədən gələn Kəpəz azarkeşləri. Ohalinin topunu uzaqlaşdırmaq mümkün olur. Fərid Nəbiyevin də qüvvətli zərbə endirir Sinyenka. Almeida. Ötürmə cərimə meydançasına. Villegas. Top qapının yanından keçir. Təhlükəli an. Düzgün edə bildi. Nə də zərbəni tutarlı endirə bildi. Amma hücumun qurulması yaxşı alınmışdı. Xüsusilə Diogo Almeida'nın oyunu orada Rauf Senli. Yera topu qazana bilmədi. Fərid Nəbiyev uzaqdan zərbə. Top qapının yanından keçir. Dışarından Almeida. Villegas. Villegas'dan qapı qarşısına. Cardozo. Zərbə. Bu zərbə qarşılanır. Daha bir ötürmə qapı qarşısına. Müdafiə xətti topu çıxarır. Ardıcıl zərbələr. İzlirik təkrarı. Bax burada. Bəli, burada 50 oyundan söhbət gedə bilməz. Cüssəsini fikir verin, əlləri maksimum yığmışdı və heç bir 50 oyundan söhbət gedə bilməz. Özünü sipər etdi zərbəyə. İndi baxaq. Juninho zərbə endirir. Top geri qayıdır. Və bəli, bu da final fiti.